Studiyamızda da məhz bu mövzunu müzakirə edəcəyik. Qonağımız Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədrinin müşaviri Rəvan Səmədlidir. Xoş gördük Rəvan müəllim. Rəvan müəllim, indi bu məsələlər öz yerində, təbii ki, təbiətin şıltaqlığı, necə deyərlər, öz yerində. Onun yaratdığı problemlər də özü ilə bərabər, xüsusilə kənd təsərrüfatına müəyyən təsirini göstərir. Bu təsir nədən ibarətdir? Çox sağ olun ilk öncə Anar bəy və Güney xanım dəvətiniz üçün və düşünürəm ki, çox aktual bir mövzuya toxunmusunuz. Bilirsiniz ki, artıq son bir neçə ildir ki, beynəlxalq müstəvidə iqlim dəyişkənlə bağlı çox geniş müzakirə olunur və keçən də böyük bir tədbirindən biri Azərbaycanda keçirildi. Və bəli, təbiətdən şıltaqlığı, iqlim, hava şəraitinin qeyri-stabil keçməsi digər sahədə olduğu kimi də kənd təsərrüfatında da öz mənfi tərəfdən ciddi təsirini göstərir. Və artıq son müddətdə biz görürük ki, ölkədə müəyyən bir regionlarda havaların şaxtalı keçməsi, normal artıq qarının yağın olunması və fırtına ilə bağlı kifayət qədər fermerlərdən müraciət daxil olub. Və bu həmin müraciətlərə baxdığımız zaman görürük ki, son artıq 10 gün ərzində 38 fermerdən ümumilikdə 670 hektar kənd təsərrüfatı sahəsində zərərin dəyməsinə bağlı müraciət daxil olmuşdur. 670 hektar. 670 hektar, bəli. Və hələ bu 38 müraciət əsasındadır. 38 müraciət əsasındadır və hal-hazırda müstəqil ekspertlər tərəfindən sahədə ilkin qiymətləndirmə aparılır. Qiymətləndirmə nəticəsi bitdikdən sonra fermerlər bununla bağlı əlaqə saxlanıb məlumat veriləcəkdir. Rəvan müəllim, ümumiyyətlə sizin əlinizdə belə bir siyahı deyək və yaxud da ki, statistik göstəricilər deyək, varmı? Məsələn, daha çox hansı bölgələrdə fermerlər və kənd təsərrüfatı obyektləri daha çox zərər görüb? Dediyimiz kimi 38 fermer üzrə dəymiş zərərin 31 fermeri, ortalama 82% kənd təsərrüfatı taxıl sahəsində, əsasən arpa və buğda sahəsində dəymiş zərərlərdir. 18%-dən baxdıqda isə bu meyvəçilik və tinkçilik istiqamətindədir. Daxili olaraq müraciətləri analiz edilmiş zamanı görürük ki, Şəmkir rayonundan meyvəçilik sahəsində çox ciddi zərərlərin, əsasən fırtına bağlı ciddi zərərlərin olmasına bağlı müraciət daxil olmuşdur. Şimal bölgəsi üzrə Quba, Qusarda şaxta vurma hadisələri olmuşdur. Daha çox baxdıqda həmin 38 fermerin 14 fermeri bir rayon üzrə, Qobustan rayonundan, əsasən də bu taxıl sahəsində qum fırtınasının olmasına bağlı müraciətə daxil olur və dediyimiz formada hal-hazırda müraciətə davam eləyir və bununla bağlı müstəqil ekspertlər sahədə ilkin olaraq ekspertiza aparılır, qiymətləndirmə aparılır və düşünürəm ki, qiymət bitəndən sonra bununla bağlı fermerlərin özündən məlumatı olacaqdır və davam edən müraciətlərimiz daha doğrusu fürsətdən istifadə edib fermerə bildirmək istəyirəm ki, sahədə vaxtında müraciət eləsinlər. Çünki təbiət hadisələrini vaxtında müraciət eləməyəndə müəyyən bir dövr keçəndən sonra artıq müstəqil ekspert tərəfindən qiymətləndirmədə belə deyim, tam olaraq zərərin görünməsi, hesablaması aydın olmur. Ona görə biz fermerlərə müraciət edirik ki, ən uzun müddətli, yəni 10 gün ərzində hadisə ilə bağlı mütləq şəkildə 1651 qaynar xəttinizə məlumat versinlər. Bəs yaxşı, Rəvan müəllim, müraciət edənlərdən neçə nəfər artıq sığorta ödənişini belə demək mümkünsə əldə edə bilib və əgər mümkünsə bu məbləğ nə qədərdir, onu da eşitmək maraqlı olardı. Ümumiyyətlə sığorta ediblər. Tamam. Anar bəy, indiki dövrdə hal-hazırda bizdə payızlıq əkinlər və meyvəçilik istiqamətində fenoloji dövr olaq desə yetişmə mərhələsindədir. Yəni, hal-hazırda dəymiş zərərlər üzrə dəqiq hesablamalar, yəni nə qədər zərər dəyib mümkün deyil. Çünki bu ilkin olaraq lokal xarakterli və yaxud zərərin əhatəsi müəyyən olunur və artıq taxıl bitkilərində və meyvə yığım dövrünə 10 gün qalmış. Biz fermerlərə məlumat veririk ki, öncədən ki, bizə 10 gün qabağa məlumat verin. Artıq dəqiq hesablamalar, məhsuldarlıq, yığımın proqnozu verilir deyə yekun ekspertiz aparılacaq 5-ci aydan başlayaraq, yəni may ayının son 10 gündən başlayaraq 6-cı ay ərzində kimi davam edəcək. İndi hal-hazırda dəymiş zərərin əhatə dairəsi müəyyən olunur. Dəqiq hesablamalar isə 5-ci ayın sonundan etibarən başlanacaq. Həmin sahələrə ikinci ekspertiza, yəni biz ona yekun ekspertiza deyirik. Yekun dəymiş zərər, fermerin gözlədiyi məhsuldarlıq və zərər sonra qalan məhsuldarlıq, arada olan fərq zərər kimi hesablanacaq və fermerə məlumat veriləcək. Rəvan bəy, bəs o prosedur nə qədər vaxt alır, hansı kriteriyalara əsasən aparılır? Bu barədə də istərdik məlumat verək. Prosedur bitkinin fenoloji dövründən asılı dəyişir. Yəni bitkinin yetişmə dövründən asılı dəyişir. Yəni bitkinin biz taxıla misal gətirsə, yəni arpaya buğdaya misal gətirsə, fenoloji dövrü tam yetişkənlik dövründə artıq dən formalaşmış olur və müstəqil ekspertlər sahədə potensial məhsulları hesablaya bilir.
Bu dövrə qədər dəymiş zərərlər, hər hansı təbii hadisələr ilkin ekspertiza qiymətləndirir. Yəni, misal nümunə gətirim, 10 hektar sahədir, tutaq ki, bunun 4 hektarını bir sel sulaşması baş verib. İndiki dövrdə, hansı ki, taxıllarda kollanma, boruya çıxma fenoloji fazasında olaraq ekspert gəlir sahədə, həmin o 4 hektarın hesablanmasını aparır, ölçümü aparır müəyyən proqram vasitəsilə və ilkin olaraq 40% zərər verir. Amma dəymiş zərərin daha dəqiq məhsuldarlıq üzrə hesablanması yetişmə dövründə baş verir. Bu da dediyimiz kimi may ayının son 10 gündən başlayaraq 6-cı ay, iyun ayı ərzində tam olaraq taxılçılıqda bu ilkin ekspertizalar bitirilir artıq. Bu fermerlərin məlumatları nə qədərdir bu haqda? Onlar müraciətlər zamanı hər hansı bir çətinliklə üzləşirlərmi, yoxsa olmur? Düşünürəm ki, fermerlərin artıq aqrar sığorta ilə bağlı məlumatlar kifayət qədər genişdir. Artıq aqrar sığorta olaraq 2020-ci ildən tam olaraq fəaliyyətə başlamışıq, 6 ildir və bu dövr ərzində 20 milyon üzəri tək bitkiçi sahəsində ödənişlər olunub və 2025-ci ildə 8,8 milyon ödəniş aparılıb bitkiçi sahəsi üzrə və mütəmadi olaraq da sosial şəbəkələrdə Aqrar Sığorta Fondunun öz saytında və bizim yerli Kənd Təsərrüfatı Nazirliyinin yerli icra orqanlarına daimlərdə görüşlər keçirilir fermerlərlə, mütəmadi olaraq inkişaf mərkəzlərində görüşlər olur və düşünürəm ki, fermerlərin məlumatsızlıqla bağlı çətinliklər yoxdur və əlçatanlıq tərəfinə gəldikdə isə 1651 qaynaq xəttimiz var, 24 saat aktivdir. Yəni istənilən vaxtda istənilən bir fermer 1651-ə zəng eləyib öz müraciətlərlə bağlı bildiklərini edə bilər və hər hansısa bir formada məlumat əldə etmək üçün də Aqrar Sığorta Fondunun özünün saytı var, acf.gov.az. Orada daxil olaraq həm sığorta kalkulyatorundan, həm tariflərdən, həm istənilən sığorta məhsulunun hansı təbiət hadisəsindən təminata alınmasından bağlı əlavə kifayət qədər məlumat əldə edə bilərlər. Rəvan bəy, istərdik biraz da Aqrar Sığorta Fondunun gələcək planlarından danışasınız. Bu gələcək planlar nədən ibarətdir? Bura yeni məhsullar, kompensasiyaların sürətləndirilməsi və ya əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur? Aqrar Sığorta Fondu dediyimiz kimi 2020-ci ildən bu yana biz daim inkişaf etməyə çalışırıq və daim fermerlərin bizə daxil olan müraciətlərini qiymətləndirməyə çalışırıq və artıq 2026-cı ildə 41 növ bitki sığortalayırıq. Bu öncəki dövrlərdə 14 bitki növü idi. Artıq 41 növ bitki sığortalayırıq və yeni hazırlanmış layihədə üzərində çalışırıq ki, bu bitki növlərini artıq 59-a qaldıraq. Say olaraq 59-a qaldırmaq səbəbi fermerlərin daxil olan müraciətlərdir. Fermerlər öz məhsullarını sığortalamağa çalışırlar və hansı paketdə öz məhsul olmadığı təqdirdə bunun da paketə salınmasını belə deyim, tövsiyə edirlər və bu artıq 18 bitki dediyimiz həm tərəvəzçilik, həm meyvəçilik istiqamətində bu bitkilər var. Nümunə olaraq deyə bilərəm tərəvəzçilikdə xiyar, badımcan, biber, daha sonra püstə, innab, feyxa, bu kimi bitkilər artıq fermerlər müraciət edir ki, biz də sığortalamaq istəyirik, maraq oyanır. Artıq sığorta sisteminin nə dərəcədə... Məlumatlıq dərəcəsi artır da ona görə. Təbii, əlbəttə ki, onlar da artıq öz təminatlarını, öz gəlirlərini qorumağa çalışırlar və bunun üzərine bir layihə hazırlamışıq. Əlavə olaraq da bizim bildiyimiz kimi bu artıq dünya praktikasında da var. Əsasən bu dəmiyə əkinçilikdə quraqlıq riski. Bu kənd təsərrüfatının ən böyük risklərinə hesab olunur və düşünürəm ki, biz yaxın zamanda o riski artıq təminat altına ala biləcəyik ki, fermerlərin öz gəlirini qoruyaq və bu layihə artıq hazırlanma prosesindədir və bir çox beynəlxalq şirkətlərlə əməkdaşlıq edirik, araşdırma aparırıq və yaxın zamanda düşünürəm ki, həm bitki sayının 18 artması, 18 bitki növünün artırılması və yeni təminat paketinin əlavə artırılması yaxın zamanda hətta keçəcək və bununla bağlı da mətbuatda geniş məlumat veriləcəkdir. Rəvan müəllim, bu da maraqlıdır ki, indi olubmu ki, belə bir hal, indi təbiətin şıltaqlığı bir yana, elə müraciətdir ki, onu təyin etmək çətindir, bir sığorta hadisəsi kimi çətinliklə üzləşmişsiniz. Müraciətlə təbiət arasında qalmışsınız, necə deyərlər? Çətinlik yaranmayıb əslində, çünki biz o hadisəni başa düşürük. Amma sadəcə sığorta paketi təminatına altına alınmış zərərlər var. Olur, fermerin narahatçılığı yaranır. Məsələn, bayaq dediyim quraqlıq riskidir. Baxın, təbiət hadisəsidir, bəli, təbiət hadisəsidir. Amma təminat altına alınmadığına görə biz fermerə deyirik ki, bu quraqlıq hadisəsidir. Amma o təminat altında deyil. Ona görə biz hər hansı bir kompensasiyalar ödənişi verə bilmirik. Gələcəkdə ola bilər siyahı genişlənsin. Bəli, fakt dedim onu. Yəni, çünki quraqlıq böyük bir riskdir və artıq misal gətirin, Türkiyənin tarixi modeli 2006-cı ildə qurulub. Quraqlıq riskini 2019-cu ildə, yəni 13 il sonra artıq təminata alıb. Biz düşünürəm ki, 6-cı ildir artıq fəaliyyətə başlamış və 7-ci, 8-ci ildə quraqlıq riskini almağa çalışırıq və
Əsas da məqsəd fermerlərin gəlirini qorumaqdır, fermerlərin yanında olmaq. Ümid edək ki, nəticələr də bununla bağlı çox uğurlu olacaq. Təşəkkür edirik sizə. Çox sağ olun. Ətraflı müsahidə üçün.